Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi tayyibin tahirin ve sahbihi ecmaîn ve men tebi'ahum bi ihsan ila yevmiddin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz xanımlar, bacılar, xoş gördük sizləri. Bugünkü mühazirəmiz Quran-ı Kərimə münasibətimiz necə olmalıdır? Qurana baxışımız necə olmalıdır? Bu haqdadır. Şübhəsiz ki, Quran-ı Kərim haqqında danışmaq böyük şərəfdir. Çünki danışdığımız adi bir kitab deyildir. Quran insanı urvata mindirər, Quran insana məqam qazandırar, Quran insanı Allahın dərgahında yüksəldər. Quran haqqında danışmağın böyük savabı vardır. Hər insan Qurandan layiqincə danışa bilmir. Danışmışdırsa nə xoşbəxtdir o. Çünki Allahın kitabından danışır. O kitab ki, heç bir dəyişiklik, heç bir təhrif olmadan bizə gəlib çatmışdır. Kim canlı vəhiy görmək istəyirsə, kim Allahın kəlamına, yazılı formasına toxunmaq istəyirsə, kim Allahın sözünü iman qarışıq bir hisslə duymaq istəyirsə, hal-hazırda mövcud olan Quranlara əlini sürtüb bir gözlərini yumsun və inansın və hiss etməyə çalışsın. O həqiqətən də dəyişilməmiş, təhrif olunmamış bir Allah kəlamını hiss edəcəkdir. Bu səbəbdən Quran-ı Kərim haqqında danışmaq şərəfdir, savablıdır. Əbəs yerə deyildir ki, Peyğəmbərimiz nə buyurmuşdur? Xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizin ən yaxşınız o kəsdir ki, Qur'anı öyrənmiş və öyrətmişdir. Və yaxud Qur'anı öyrənən və öyrədəniniz ən yaxşı kəsdir. Şübhəsiz ki, biz burada Quran-ı Kərimi sizinlə danışmaqla, sizə Quran-ı Kərim haqqında müəyyən məsələləri çatdırmaqla həm də onu öyrənmiş, həm də öyrətmiş oluruq. Quran-ı Kərim haqqında mühazirə oxumaq, Quran-ı Kərim haqqında danışmaq, Quran-ı Kərimi kiməsə öyrətmək, onu birlikdə öyrənmək deməkdir. O birlikdə öyrənmək ki, Həzrət Peyğəmbər Quran-ı Kərimi birlikdə öyrənənlərə müjdə vermişdir. Müslimin rəvayət elədiyi hədisdə deyilir ki, Allahın evlərinin birində, yəni məscidlərin birində toplaşan, Quranı oxuyan və bir-birinə öyrədən elə kimsələr yoxdur ki, rəhmət onların üzərinə enməsin, xatircəmlik onları bürüməsin, mələklər o məscidin üzərinə toplaşmasın, Allah da öz dərgahında həmin insanların adını çəkməsin. Görürsünüzmü? Əgər bir insan Allahın evində başqa bir insanla bir araya gəlib, Quran-ı Kərimi oxuyursa, Quran-ı Kərimdən nəsə öyrədirsə və nə isə müzakirə edirsə, görün nə qədər nemətlər ona nazil olur. Əvvəla rəhmət enir. Allahın mərhəməti o məsciddə olanları çulğuyur. Xatircəmlik bürüyür o insanları. Qəlbən rahatlıq hiss edirlər. Xatircəmlik budur. Mələklər toplaşır həmin əraziyə. Allah da o insanların adını çəkir ki, öz dərgahında, mələklər qarşısında ki, filan bəndən, filan bəndən, filan bəndən mənim kitabımı oxuyurlar. İlahi dərgahda adı çəkilənlər böyük xoşbəxtlik sahibidirlər, xoşbəxtdirlər. Mələklər niyə toplaşar? Mələk yalnız ora xeyir-dua oxumaq üçün toplaşar. Niyə? İnsanlar orada haram işləmirlər, günah etmirlər, qeybət etmirlər, kiminsə haqqına girmirlər. Əksinə, bütün bunlardan kənar duraraq nə ilə məşğuldurlar? Allahın kitabını oxuyurlar və bir-birinə öyrədirlər. Təbii ki, Quran-ı Kərimi əzbərləməliyik. Bu bizdən nə olur? Tələb olur. Nə üçün Quran-ı Kərimi əzbərləməliyik? Peyğəmbərimiz bunu əmr etmiş, səhabələr əzbərləmiş, səhabələrdən sonraki bütün nəsillər Quranı əzbərləyə bizə ötürmüşlər. Ona görə də çox maraqlı bir fikir vardır.
Əgər Qurani Kərimin bütün nüsxələrini yer üzündən toplayıb yandırsaq belə, qiyamətə qədər Qurani Kərim hafizlər ordusu vasitəsilə nəsillərdən nəsillərə ötürüləcək və sağ-salim qalacaqdır. Yəni, indiki dövrdə Qurani Kərimi əzbər bilən minlər, milyonlar vardır. Hətta statistika göstərir ki, Somali əhalisinin 70% hafizdir. 70% insan hafizdir. Yəni, təsəvvür edin ki, gəldilər, bütün Quranları yığdılar. Bütün digər səmavi kitablarda təhrif olunmuş, topladılar, hamısını yandırdılar. Qurani Kərimə bir şey olmaz, çünki milyonların qəlbindədir. Amma o digər müqəddəs kitablar, o müqəddəs kitablar ki, onların mənsubları onları əzbərdən bilmir, itib batacaqdır. Hətta bununla əlaqədar bir kino vardır. Dünya dağılıb, yalnız bir insanda Bibliyanın nüsxəsi var. O Bibliyanı qorumaq üçün hər şey eləyir. Amma bir müsəlmanın bu dərdi yoxdur. Vay kitabda olsun, vay olmasın. Deməli, o ənənə bizdə mövcuddur. Qurani Kərim Peyğəmbərin dövründə necə əzbərlənibsə, milyonların qəlbindən bir-birini ötürülərək gəlib bizə çıxmışdır. Təkcə bu fakt bizə kifayət edir ki, Qurani Kərimində dəyişdirildiyini iddia edənlərə tutarlı cavab verək ki, Peyğəmbərin dövründə bir səhabə Quranı necə öyrənmişdisə əzbər, öz oğluna da elə öyrətmişdi. O da öz oğluna öyrətmişdi. Və kəsilməz bir zəncirlə Quran gəlib bizə çatmışdır. Bizim bir qorxumuz yoxdur. Şübhəsiz ki, Qurani Kərimi əzbərlədiyimiz kimi, Qurani Kərimi həm də dərk edib öyrənməliyik. Bəlkə də Qurani Kərim qədər bəxti gətirən, məsud ikinci bir kitab yoxdur əzbərləmə baxımından. Ərəbcə bir kəlmə bilməyən milyonlarla qeyri-ərəb müsəlman vardır ki, Quranı sinə dəftər bilir. Həmin müsəlmandan ərəbcə soruşsan ki, məsmukə, sənin adın nədir? Başa düşməyəcəkdir. Amma o, bütöv bir kitabı əzbər bilir, ərəbcə kitabı əzbər bilir. Bu, Quranın möcüzəsi deyilmi? Xristiyanların keşişləri, rahibləri, hətta Papanın özü müqəddəs kitabı 1/3 əzbər bilmir. Amma adi müsəlman uşağı 8, 9, 10 yaşlı uşaq Quranı əzbərdən bilir. O əslində nəyin göstəricisidir? İnsanların müqəddəs kitablara baxışının göstəricisidir. Quran bizim üçün əziz olduğundan onu əzbərləyirik. Bəs necə olur ki, Qurani Kərimi adi uşaq əzbərləyir? Heç bir Azərbaycanlı balası bu qanunluq kitabdakı bütün şeyləri əzbər bilmir. Amma Quranı əzbər bilir. Elə balalar var. Özdə heç bir çətinlik çəkmədən əzbərləyir. Təkcə bu faktın üzərində düşünsək, bu fakt bizi Qurani Kərimin ilahi kəlam olmağına aparıb çıxaracaqdır. Şübhəsiz ki, Qurani Kərimi əzbərləmək də lazımdır, amma əsas diqqətimizi Qurani Kərimin öyrənilməsinə, başa düşülməsinə yönəltməliyik. Həzrət Peyğəmbərlə Cəbrail də bu cür edirlər. Hər Ramazanda Mələk Cəbrail gəlirdi. O Ramazana qədər Allahın Rəsuluna hansı ayələr, hansı surələr gəlmişdirsə, birlikdə təkrar edirdilər. Birlikdə öyrənirdilər. Yəni, Peyğəmbərimiz ona deyirdi, Mələk Cəbrail qulaq asırdı. O, birlikdə öyrənmədir. Yer üzünün doğru, dürüst, etibarlı insanı ilə göylərin mələyi birlikdə Quranı öyrənirdilər. Bax, bu bizə nəyi öyrədir həm də? Qurana münasibətdə təkcə əzbərləmə ilə kifayətlənməməli, həm də Qurani Kərimi öyrənməliyik. Təbii ki, Qurani Kərimi oxumaq lazımdır.
Çünki Quran-ı Kərimi oxumaq bir ibadətdir. Digər səmavi kitablardan fərqli olaraq Quran oxumaq insana savab gətirir. Adi başa düşmədən oxusan da savab qazanırsan. İbn-i Məsuddan gələn rəvayətdə nə deyilir? Quranın bir hərfinə neçə savab vardır? 10 savab vardır. Əlif, ləm, mim bunlar bir söz deyildir. Əksinə əlif bir hərfdir, ləm bir hərfdir, mim bir hərfdir. Hədisdə belə deyilir. Yəni əlif, ləm, mim dedikdə 30 savab qazanırıq. Bu bir ibadətdir. Allah Taala'ya şükür olsun ki, İslamda ibadət dedikdə onun dairəsini geniş tutmuşdur. Müxtəlif ibadət növləri və formaları bizə göstərmişdir. Quran-ı Kərimi mümkündür ki, müəyyən vəziyyətlərdə qadınlar oxuya bilməsinlər. Amma ona qulaq asmaqla həmin savabı qazana bilirlər. Quran-ı Kərimə qulaq asır və insan savab qazanır. Çünki Quran-ı Kərimə qulaq asmaqda bir şəfa vardır. Quran-ı Kərimə qulaq asmaqda bir savab vardır. Allah Teala Quran-ı Kərimdə nə buyurur? وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Elə ki, Quran oxundu, qulaq verib, diqqətlə qulaq asın. Qulaq verin və diqqətlə qulaq asın. Bəlkə bunun sayəsində sizə rəhm olunar. Ayənin ərəbcəsində istəmə'a və ənsata feilləri işlənmişdir. İstəmə'a kimsə danışarkən qulaq verməkdir. Ənsata isə diqqətlə qulaq asmaq. Yəni, Quran-ı Kərim başqa bir yerdə və yaxud yanınızda oxunduğunda sadəcə qulaq verməyin. Diqqətlə onu dinləyin ki, bəlkə bunun sayəsində Allah sizə rəhm edər. Ümumiyyətlə, Quran-ı Kərimin haqqıdır ki, Quran-ı Kərim bizdən tələb edir ki, ona düzgün münasibət bəsləyək. Nə üçün? Əgər Quran-ı Kərimin məqsədini biz başa düşə bilsək, nə üçün Allah bu kitabı göndərmişdir? Bu suala düzgün cavab tapa bilsək və yaxud cavab mövcuddur, onu düzgün dərk etsək, anlayacağıq ki, niyə görə biz Qurana düzgün münasibət bəsləməliyik? Bu, Quranın bizim üzərimizdəki haqqıdır. Allah Teala Quran-ı Kərimi ona görə göndərib ki, o, insanda etiqadı və təsəvvürləri dəyişsin. İnsandakı təsəvvürləri, ideologiyaları, etiqadı, inancı dəyişmək üçün göndərilmişdir. Nəyə inanc, nəyə təsəvvürdən gedir söhbət? Hər bir şeyə baxımda. Əvvəla Allah Teala Quranı ona görə göndərmişdir ki, biz yalnız tək olan Allaha ibadət edək. Yalnız Rəbb olaraq, hami olaraq, bağışlayan olaraq, ruzi verən olaraq tək olan bir Allahı seçək. Təsəvvürlərə gəlincə, nəyə baxışı dəyişmək istəyir Quran? İnsana baxışı dəyişmək istəyir. Təbiətə baxışı dəyişmək istəyir. Ətraf aləmə baxışı dəyişmək. Hər şeyə baxışımızı dəyişmək üçün Quran-ı Kərim Allah tərəfindən göndərilmişdir. Ən əsası insana baxışı dəyişməyimizi istəyir. Quran-ı Kərim bizim diqqətimizə çatdırır ki, insan Allah tərəfindən şərəfli, izzətli, qılınmış bir varlıqdır. Ona ehtiram göstərin. Halbuki, tarix boyu insanların kölə vəziyyətinə gətirilməsi olmuşdur. Əbəs yerə deyildir ki, dünyada tarixin inkişafın formasiyalarından biri quldarlıq quruluşu adlanır. Yəni, orada qullar və quldarlar olduğu üçün həmin formasiya bu cür adlandırılmışdır. Əsrlər boyu müəyyən təbəqə insanlar yerdə qalan insanları qul vəziyyətinə gətirmiş, heç bir haqq ödəmədən, məvacib kəsmədən özləri üçün həmin insanları işlətmişlər, istismar etmişlər. Quran-ı Kərimə diqqət yetirdiyimizdə görürük ki, Quran bütün bunlara qarşı çıxır. İnsanların kölə edilməsi, insanların hüquqlarının tapdalanması, insanın məqamının alçaldılması Quran tərəfindən qadağan edilmişdir. Daha sonra Qurana nəzər saldığımızda görürük ki,
Quran insanı nəfsini tərbiyə etmək üçün gəlmişdir. Bir insan nədirsə, düşüncəsi odur, davranışları odur, rəftarı odur, fəaliyyəti odur. Nə düşünürsənsə olsan. İnsan düşündüyünü həyata keçirir. Quran-ı Kərimdə sağlam cəmiyyət qurmaq üçün insandan başlayır. İnsanı dəyişir. Çünki insanın nəfsini, mənəvi dünyasını, düşüncələrini, daxili aləmini düzgün əsaslar üzərinə qaldırmasan, o yırtıcı və dağıdıcı olacaqdır. Yırtıcı və dağıdıcı olacaqdır. Çünki insanın ağlı elə bir potensiala sahibdir ki, ya o potensialla dünyanı cənnətə çevirər, ya da dünyanı xarabazara çevirər. Əgər bir insan atom bombasının hazırlanmasına sərf elədiyi intellektual enerjini səhralıq ərazilərdə bitə biləcək toxum növünün icadına, kəşfinə, hazırlanmasına yönəlsəydi, dünyanın mənzərəsi tamamilə fərqli olardı. Görürsünüzmü? Ya insan potensial təhlükədir, ya da potensial xeyir mücəssəməsidir. Bu da nədən başlayır? Sənin ağlın nəyin təsirindədir? Xeyrin yoxsa şərin? Şər də insanda nədir? Nəfsdir. Quran-ı Kərim nəfsin tərbiyəsinə bu qədər əhəmiyyət verir. Quran-ı Kərim insanı tərbiyə etdikdən sonra sağlam ailənin qurulmasına, sağlam ailəni qurduqdan sonra bu ailələrdən ibarət sağlam cəmiyyətin formalaşmasını istəyir. Məqsədi budur Quranın. Daha sonra sağlam cəmiyyət formalaşdıqdan sonra yer üzündə elə bir insan cəmiyyəti, bəşər cəmiyyəti yaratmaq istəyir ki, o cəmiyyətin üzvləri düşüncələrindən, dinindən, rəngindən asılı olmayaraq bir-biri ilə əməkdaşlıq içərisində olsunlar. Bir-birinə ehtiram bəsləsinlər, bir-birinə qarşı yağı kəsilməsinlər. Bütün bu ülvi məqsədlə tanış olduqdan sonra öz-özümüzə sual verək ki, elə bir gözəl məqsədlə Allah tərəfindən göndərilmiş kitaba doğru dürüst münasibət bəsləməyimiz Quranın bizim üzərimizdəki haqqı deyilmi? Və artıq biz bilməliyik ki, Quran necə bir kitabdır? Və bu kitab başdan ayağa xeyir mücəssəməsi olduğu üçün, bizim xeyrimiz üçün göndərildiyi üçün ona düzgün münasibət bəsləməli, onu düzgün başa düşməliyik. Quran-ı Kərimə bugün daha çox mən riayət etmək, fəaliyyətimizə tətbiq etmək baxımından toxunacağam. Quran-ı Kərimin əzbərlənməsi məsələsi, Quran-ı Kərimin öyrənilməsi məsələsi, Quran-ı Kərimin öyrədilməsi məsələsi, Quran-ı Kərimin bu cür tədrislə, bu cür pedaqoji fəaliyyətlə bağlı tərəflərinə toxunmayacağam. Allah qismət elərsə, növbəti mühazirələrimizdə bu haqda danışarım. Bugün daha çox diqqətimi nəyə yönəldəcəyəm? Quran-ı Kərimin mən riayət barədə, Quran-ı Kərimin tövsiyələrinin fəaliyyətimizə tətbiqi barədə danışmağa çalışacağam. Quran-ı Kərim bərəkətli bir kitabdır. O kitabdır ki, onda bərəkət vardır. Nədir bərəkət? Bərəkət elə bir şeydir ki, sahib olduğun az imkanlara baxmayaraq, Allah sana daha çox şey verir. Məsələn, hal-hazırki fiziki durumumla 5 kiloqram yük daşıya bilərəm. Amma Allah mənim bədənimə bərəkət verərsə, fəaliyyətimə bərəkət verərsə, mən bu fiziki imkanlarımla 10 kiloqram daş daşıya bilərəm. Bax, bunun adı bərəkətdir. Bərəkət geniş mövzudur, bunun haqqında danışmayacağım. Demək istədiyim nədir? Quran-ı Kərim bərəkəti olan bir kitabdır. Təəssüf ki, müsəlmanlar İslamdan bərəkət almaq üçün Peyğəmbərin, səhabələrin və sələfi salihinin getmədiyi yolla getmişlər. Ya Quranı götürüb boğazlarına asıblar,
ya evdə asıblar, ya harasa lövhələrdə yazıb yapışdırıblar ki, bərəkət gəlsin və yaxud Quran-ı Kərimi fiziki olaraq, maddi olaraq ondan şəfa ummağa çalışıblar. Götürüblər Quran-ı Kərim ayələrinin yazıldığı kağızları atıblar suya, içiblər ki, şəfa alsın, şəfa tapsınlar. Bütün bunların heç birini Peyğəmbər etməmişdir. Səhabə etməmişdir. Sələf-i salihin etməmişdir. İndiki dövrdə, hətta bəzi ərəb ölkələrində və bizim özümüzdə də ibtidai formada olsa da var, Quran-ı Kərimdən fiziki formada insanları müalicə edən mərkəzlər var. Nədir? Kağızını yazırlar, suya atırlar, içinə zəfəran qatırlar ki, Allah iç, düzələcəksən. Halbuki Həzrət Peyğəmbərin müalicə metoduna baxın. Həzrət Peyğəmbər aleyhissalatu vesselam onun yanına xəstələr gələndə bacardığı qədər o dövrdə mövcud olan imkanlardan istifadə edirdi, deyirdi, müalicə olunun və s. Və yaxud elə xəstəlikdə ola bilirdi ki, Peyğəmbər qəlblərin təbibi idi, daha bütün əzaların təbibi deyildi. Haris İbn-i Kildə adlı bir müşrik vardı. Səqif qəbiləsindən idi, çox məşhur həkim idi. Peyğəmbərimiz səhabələrinə deyir ki, gedin o adamın yanında müalicə olunun. O həkimdir. Müalicə olunun. Halbuki Quran-ı Kərim o mənada bərəkət ola bilər ki bizə. Biz onun dediklərinə riayət etsək. Əgər biz Quran-ı Kərimin əmirlərinə riayət etsək, qadağalarından çəkinsək, tövsiyələrini başdacımız eləsək, bir sözlə fəaliyyətimizə tətbiq eləsək, onun göstərdiyi yolla getsək, bu zaman bizim üçün bərəkət olacaqdır. Və bu baxımdan Quran-ı Kərimdə bir ayə vardır. O ayəni sizə oxuyacağam. Yunus surəsi 57-ci ayədir. Qad cəətkum məv'izətun yə əyyuhən nəsu qad cəətkum məv'izətun min rabbikum və şifəun limə fis-suduri və hudən və rəhmətun lil-mu'minin. Ey insanlar, Rəbbinizdən sizə elə bir öyüd nəsihət, yəni Quran gəlmişdir ki, o qəlblərdə olana şəfadır. Möminlərə isə yol göstərən hidayət və rəhmətdir. Qəlblərdə olana şəfadır deyilir bu ayədə. Qəlblərdə nə olar? Mənəvi xəstəliklər, günah. Hal-hazırda müsəlman ümmətinin mənəvi xəstəlikləri var. Cəhaləti var, bir-birinin ətini yeməyi var, oxumamağı var, nadanlığı var, təkəbbür var, paxıllıq var. Quran-ı Kərim buna şəfadır. Limə fis-suduri, könüllərdə, qəlblərdə olana şəfadır. Aydın, aşkar şəkildə məlum olur ki, yəni sən Quranın tövsiyələrinə riayət etsən, pislikdən çəkinsən, günahlardan əl çəksən, özünə daimə yaxşı, müsbət məziyyətlər aşılasan, bu zaman Quran sənə şəfa olur. Budur onun şəfa olur. Yoxsa bir daha deyirəm ki, fiziki formada Quran-ı Kərimdən şəfa ummaq Peyğəmbərin getmədiyi bir yoldur. Səhabənin getmədiyi bir yoldur. Öz-özümüzü aldatmaqdır. Bax, bu şeylərə diqqət eləmək lazımdır. Və bir daha deyirəm ki, Quran-ı Kərim o zaman bizə bərəkət olur ki, onun yolu ilə gedək. Elə bayaq oxuduğum ayə Həzə kitabun ənzəlnəhu mübərək fəttəbi'u vəttəqu ləalləkum turhamun. Bu bizim sizə endirdiyimiz mübarək bir, bərəkətli bir kitabdır. Bundan sonra necə bərəkətli? Onun yolu ilə gedin və Allahdan qorxun, bəlkə sizə rəhm olar. Deməli, yolu ilə getdiyiniz zaman, dediklərinə riayət etdiyinizdə Quran-ı Kərim sizin üçün nə olacaqdır? Bərəkətli olacaqdır. Amma
Quran bununla kifayətlənmir. Quran bizdən təkcə onun yolu ilə getməyi tələb etmir. Həm də ən gözəl şəkildə getməyi əmr edir. Baxın, bir ayə oxuyacağım sizə. Zümer surəsi 55-ci ayədir. وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ Sizə nazil olmuşun, yəni Quranın yolu ilə ən gözəl şəkildə gedin. Ən gözəl şəkildə nə edin? Gedin. Getmək də var, ən gözəl şəkildə getmək də var. Yəni, əgər insan Quranın dediklərinə ən gözəl şəkildə riayət edərsə, bu zaman o, həqiqətən də Quranın bərəkətini almışlardan olacaqdır. Demir Allah Teala gözəl şəkildə gedin deyir, ən gözəl şəkildə gedin. Burada bir mübaliğə vardır. Burada Allah Teala'nın bizdən tələb elədiyi xüsusi bir davranış vardır. Gedəcəksən, amma ən gözəl şəkildə gedəcəksən. Və Quran da istəyir ki, biz hər bir şeydə gözəl olaq və ən gözəlini edək. Və ibadətimizi ən gözəl şəkildə edək. İnsanlarla münasibətimizi ən gözəl şəkildə quraq. Rəblə münasibətimizi ən gözəl şəkildə quraq. Allah Teala Kəhf surəsində deyir ki, biz yer üzündə olanları insanlara bəxş etdik ki, əta etdik ki, onların hansının daha yaxşı işlər gördüyü məlum olsun. Yəni Allah imtihan edir. Yer üzünün bütün nemətlərini, hər bir şeyini ortaya qoyur ki, görək bütün bunlara rəğmən insanlar arasında ən yaxşı davranan, ən yaxşı ibadət edən və yaxud imtihandan ən yaxşı nəticə ilə çıxan kimdir? Bu müəyyənləşsin. Allahın ehtiyacı yoxdur bunu müəyyənləşdirmək. O bunu bizə göstərmək istəyir. Bizə bəlli etmək istəyir. Quran-ı Kərimə münasibətdə başa düşməliyik ki, o bir fərd üçün, cəmiyyət üçün və nəhayət dəvət üçün bir metoddur. Bir konstitusiyadır. Bir insanın həyatının fəlsəfəsi olur. Quran bizim bir fərd olaraq həyat fəlsəfəmizdir, həyat konstitusiyasıdır. Cəmiyyət üçün Quran-ı Kərim bir qaydalar toplusudur, konstitusiyadır. Dəvətdə də Quran-ı Kərim bir metoddur. O bizə bir metod, yol göstərir. Bugün onun haqqında danışmayacaq. İnşallah gələn mühazirəmizdə biz danışacaq. Dəvətdə Quran yolu haqqında. Baxaq, dedik ki, Quran-ı Kərim fərd üçün bir yoldur, proqramdır, metoddur. Çünki Quranın obyekti insandır. Quran insana müraciət edir. Quran cinlərə müraciət eləmir. Quran bizə enmişdir, bizə nazil olmuşdur. Ona görə Quranın obyekti bizik. Ona görə də Quran hər şeydən qabaq. İnsanın tərbiyələnməsi, insanın əxlaqla gözəlləşməsi üçün gəlmişdir. Fərd üçün Quranın əxlaqi missiyası bundan ibarətdir. Peyğəmbər aleyhissalatu vesselam haqqında səhabələr Həzrət Ayşədən soruşanda ki, onun əxlaqı nə idi? Həzrət Ayşə nə demişdi? Demişdi ki, siz heç Quran açıb oxumursunuzmu? Onun əxlaqı Quran idi. Yəni, Həzrət Peyğəmbər ilk növbədə Quranı özü üçün bir düstur seçmişdi. Onunla əxlaqlanmışdı. Onunla gözəlləşmişdi. Bundan sonra insanlara Quran-ı Kərimi öyrətmişdi. Ümumiyyətlə, Həzrət Peyğəmbərin əxlaqının nədən ibarət olmağını bilmək istəyirsinizsə, Quranı açın. Quran-ı Kərimdə müttəqilərin, möminlərin, Rəhmanın qullarının, ağıl sahiblərinin vəsfi vardır. Məsələn, əgər möminlərin, müttəqilərin
xüsusiyyətləri haqqında bilmək istəyirsinizsə, Bəqərə surəsinin ilk ayəsinə baxın. Müttəqi kimdir? Daha sonra möminlərin xüsusiyyətləri haqqında bilmək istəyirsinizsə, Ənfal surəsinin ilk ayələrinə, Əl-Mü'minun surəsinin yenə ilk ayələrinə müraciət edin. Onda biləcəksiniz ki, həqiqi möminlər kimdir? Rəhmanın qulları haqqında, onların xüsusiyyətləri haqqında öyrənmək istəyirsinizsə, Furqan surəsinin son ayələrinə nəzər yetirin. Ağıl sahibləri haqqında Rə'd, yəni Şimşək surəsində danışılır. Həmin surədən məlum olur ki, ağıl sahibləri kimlərdir, hansı xüsusiyyətləri vardır. Bütün bunlara nəzər saldığımızda bizim gözümüzün qabağında Peyğəmbər canlanır. Yəni Peyğəmbər bütün bu sadalananlara sahib birisidir. Peyğəmbərin əxlaqı elə buyurdu. Elə isə bizdən də tələb olunur ki, Peyğəmbərimizin yolu ilə gedək, yəni onun kimi əxlaqlı olaq. Quran-ı Kərimi bilməsək, Peyğəmbər əxlaqına sahib olmayacaq. Elə isə Quran əhli olmaq üçün Peyğəmbərimizin əxlaqını öyrənməliyik. Peyğəmbərin əxlaqını öyrənməklə Quranın istədiyi bir müsəlman modelini öz həyatımızda biz ifadə etmiş olacağıq. Səhabənin həyatına baxın. Səhabə İslamı necə yaymışdır? Əxlaqı ilə yaymışdır. Qılıncla şəhərləri fəth eləmək olur. Qalaları fəth eləmək olur. Bir insanı hansısa dinə məcbur etmək olur. Amma əsla bir dini qılınc vasitəsilə insanlara sevdirmək olur. Qəlblər fəth olunmur qılıncla. Qəlblər əxlaqla fəth olunur. Səhabə bunu bacarmışdı. Çünki dünyanın müxtəlif yerlərinə var-dövlət toplamaq üçün deyil, Peyğəmbərlərindən götürdükləri və kiməsə çatdırmaq üçün içərilərində vulkanın olduğu bir coşqunluqla insanlara dini çatdırmaq üçün dünyaya yayılmışlar. Və görürsünüzmü, dünyanın ucqar yerlərində o dövr üçün, o dövrün dünyası üçün əlçatmaz yerlərində səhabələrin qəbirləri vardır. Dərbənddən tutmuş uzaq Çinə qədər, İspaniyaya qədər. Bunları ora nə aparmışdı? Bunları ora iman coşkusu aparmışdı. Bəs bu qədər böyük coğrafiyanın o dövr üçün çox nəhəng bir coğrafiyadır. İndiki dövrdə nəqliyyatla bu coğrafiyanı qət eləmək üçün günlər lazım gəlir. Amma o dövr üçün bu cür nəqliyyat vasitələri yox idi və çətin idi. Səhabə bu böyük coğrafiyaya İslamı əxlaqı ilə nə etmişdi? Çatdırmışdı. Dedik ki, Quran-ı Kərim bir fərd üçün proqramdır. Yəni, bu insan necə yaşamalıdır? Hətta cəmiyyətdə özünü necə aparmalıdır, necə gəzməlidir, necə danışmalıdır? Bu cür incə məqamların bütün detallarını Quran-ı Kərimdə biz görürük. Məsələn, Quran-ı Kərim insanlara baş çəkib onlardan icazə istəməyin üsullarını bizə öyrədir. Ziyarət məsələsi, baş çəkmək məsələsi. Məsələn, ziyarət etməklə bağlı bir ayəni sizə deyəcəyəm. Yə eyyuhəl-nəs, yə eyyuhəl-ləzīnə əmənu لا تدخلوا بيوتا غير بيوتكم حتى تستأنسوا. Ey iman gətirənlər, icazə almadıqca özünüzün olmayan evlərə girin. Tərcümə Quran-ı Kərimin ərəbcəsindəki mənanı verə bilir. Ərəb dilində icazə almaq istəzənə feili ilə ifadə olunur. Amma Quranda istənəsə feili işlənmişdir. İstəzənə artıq qapıya çatdıqdan sonra, qapını döydükdən sonra icazə almağa deyilər. İstənəsə isə icazə almağın daha dərin növüdür. Yəni, qabaqcadan müəyyənləşdirəcəksən ki, o evə getmək olar ya olmaz. Məsələn, gedirəm qohumlarıma, çatıb qapını tamp döyürəm.
Onların işləri var. Çıxırlar, görürlər ki, gəlmirsən. İstər-istəməz səni içəri buraxırlar. Və həmin adam da bilirsən ki, həcdən gəlib, hardansa gəlib, yorğun ola bilər, amma girirsən. İstər nəsə isə, o deməkdir ki, qabaqcadan zəng eləyirsən ki, bilirəm, həcdən gəlmişsiniz, evdə olacaqsınızmı, yorğunsunuz və s. Bütün bunları dəqiqləşdirib icazə almağa Quran ərəb dilində istər nəsə deyilər. İndiki dövrdə də həqiqətən elə olur. Məsələn, bir adam uzaq səfərdən gəlir, yatmaq lazımdır, dincəlmək lazımdır, elə deyilmi? Hər kəs axışır evinə. O adam indi qovası deyil insana. Lakin Quran bizə deyir ki, istənisu, təstənisu, yəni qabaqcadan müəyyənləşin ki, getmək olar ya olmaz. Və yaxud gedirik, günorta vaxtıdır, yaydır, insanlar adətən dincəlirlər. Düyməni sıxırıq, bir dəfə açmır, ikinci dəfə basırıq və div yuxusuna getmiş bir insan da səsdən ayrılır və durur. Bu doğru bir şey deyildir. Ona görə Quran nə deyir? Təstənisu. Adi izin deyil. Və orada ayənin mətnində Allah Taala ev kimi beytun sözündən istifadə edir. Dərun sözündən istifadə eləmir. Ərəb dilində evi iki söz ifadə edir. Beytun, bir də dərun. Dərun hər kəsin girib çıxdığı evə deyərlər. Yəni asanlıqla girə bilirsən. Və ya qohumlar gəlib gedir elə. Beytun isə insanın məhrəm hücrəsidir. Yəni orada o yatır. Və yaxud elə bir yerdir ki, ora hər adam girə bilməz. Mütləq çox incəliklə icazə almaq lazımdır. Quran-ı Kərim ayəsində də deyir ki, bu cür evlərə getmək istədiyinizdə çox ehtiyatla icazə alın. Yəni sizə aid olmaya bilər. Görürsünüz, elə təkcə bir ayə Quran-ı Kərimdə insanlara ziyarət etməyin ədəb ərkanını nə qədər incəliklə başa salır. Quran istəyir ki, bizə bununla da bir zövq, estetik və yaxud etik, incə etik qaydaları öyrətsin. Quran bunun üçün gəlibdir. Etik qaydaları öyrətsin bizə. Həmçinin Quran-ı Kərimə nəzər saldığımızda görürük ki, ayələr bizdən evladlarımıza münasibətimiz necə olacaq, ailəmizə münasibətimiz necə olacaq, qonşularımıza münasibətimiz necə olacaq, valideynə münasibət necə olacaq, yoxsullara, yolda olanlara münasibətimiz necə olacaq, hətta qeyri-müsəlmanlara münasibətimiz necə olacaq, müşriklərə, inanmayanlara, kafirlərə münasibətimiz necə olacaq, bu haqda bizə Quran-ı Kərim tövsiyələr verir. Məsələn, qeyri-müsəlmanları götürək. Quran ayələrindən məlum olur ki, Allah bizdən nə istəyir? O xristiyan ki, o yəhudi ki, sənin torpağını işğal eləmir, səni incitmir, səni yaşadığın yerdən qovmur, dinini təhqir eləmir, sənə hücum eləmir, o cür xristiyanla, o cür yəhudiyə yaxşılıq eləyin, ədalətli davranın. Ayə vardır. Əhli kitabın filan kəsləri istisna olmaqla yerdə qalanlarına yaxşılıq edib, ədalətli davranmağınızda bir qəbahət yoxdur, deyir Allah Taala. Yaxşılıq etmək və ədalət dinc qeyri-müsəlmanlara münasibətdə İslamın bizə öyrətdiyi nədir? İki əsas prinsipdir. Daha sonra baxaq görək Quran-ı Kərim övladlarımız haqqında nə deyir? Övladlara münasibət haqqında nə deyir? Quran-ı Kərim ərəbləri qınayır ki, öz övladlarınızı ruzi qorxusu ilə öldürməyin. Yəni, indiki dövrdə də bizə nə demək istəyir? Maddi sıxıntılara görə acığınızı övladınıza tökməyin. Maddi sıxıntılara görə övladınızı bir çox şeydən məhrum etməyin. Məsələn, yaxşı maşın almaya bilərsən, yaxşı təhsil verməyə bilərsən, amma gözəl tərbiyə və gözəl nümunə olmaq hər zaman mümkündür. Uşağın üzünə gülümsəmək hər zaman mümkündür. Quran bunu bizdən tələb edir. Daha sonra Peyğəmbərlərin dilindən hansı dualar oxuyuruq? Peyğəmbərlər dua edirlər ki, bizə salih zürriyyət bəxş edə, ey Rəbb. Yəni, övlada münasibətdə valideyn çalışmalıdır ki, o uşaq salih olsun, yaxşı uşaq olsun, tərbiyəsini düzgün eləsin. Bununla yanaşı, ailəyə münasibətdə Quran-ı Kərimin hökmlərinə nəzər saldıqda görürük ki,
Allah buyurur ki, sizi bir nəfsdən yaradan, sonra qəbilələrə, sizi bir nəfsdən yaradan, sonra qəbilələrə ayıran Allahdan danışır ayədə. Sonra da deyir ki, qadınlar haqqında danışır ki, qadınları da sizdən yaratdı və onlarla yaşamaq istədiyinizdə sevgi və şəfqəti bizə əmr elədi. Yəni, ailədə sevgi və şəfqət olmazsa, o ailə yıxılar. Quran-ı Kərimin ayəsidir. Qadınlarla yaşamaq istədiyinizdə sevgi və şəfqətə diqqət edin, deyir Quran-ı Kərim. Həqiqətən də bir ailədə bu dediyim iki məsələdən biri olmazsa, o ailə fiziki olaraq mövcud olacaqdır. Ona görə Quran bizə prinsip öyrədir. Sevgi və şəfqət. Şəfqət nədir? Rəhmətdir, mehribançılıqdır, güzəştdir, fədakarlıqdır və s. Quran-ı Kərim həyata münasibəti bizə öyrədir. Həyata baxışımızı öyrədir. Dünyaya baxışı bizə öyrədir. Və elə isə Quran-ı Kərimin həyata baxışla, dünyaya baxışla əlaqəli ayələrini öz həyatımıza tətbiq eləməliyik, davranışlarımıza tətbiq eləməliyik. Məsələn, Quran-ı Kərim buyurur ki, Ərəf surəsi 32-ci ayədədir. Qul mən harrama zinətəllah əlləti əxrəcə li'ibadihi və tayyibati minər-rizqi. Ey Peyğəmbər, onlardan soruş ki, kim Allahın öz bəndələri üçün hasilə gətirdiyi bərbəzəyi və gözəl ruzini haram edə bilər? Allah dünyadakı gözəllikləri, bərbəzəyi, məsələn, dənizdən çıxan bərbəzəyi olsun, təbiətdəki bərbəzəyi olsun və gözəl ruziləri kim haram edə bilər axı? Allah bunu sənə vermişdir. Və beləliklə bu ayədən çıxardığımız nəticə nədir? Allah bizə deyir ki, həyatda Allahın sizə verdiyi zinətdən, gözəl ruzilərdən istifadə edin. İslamda ona görə də rahiblik institutu yoxdur. Güşənişinlik, tərki dünyalıq, asketizm institutu yoxdur. Nəyə görə? Allah bütün bunları bizə görə yaradıb, əbəs yerə yaratmayıb ki. Və buna görə də Allaha yaxınlaşmaq adı altında dünyadan imtina edən insanlar özlərini alır. Dünyadan niyə imtina edirsən ki? Hünər o zaman olur ki, dünyada yaşayaraq, dünyadan istifadə edərək Allaha yaxınlaşır. Cümə surəsində sonuncu ayədə deyilir ki, ey iman gətirənlər, namaza çağırıldığınızda ticarəti bir kənara qoyun, amma namazı qılıb qurtardıqdan sonra yer üzünə ruzi qazanmaq üçün səfələnin. Ayədə həm ibadət həyatı vardır, həm də sosial fəaliyyət, qazanma həyatı vardır. Bir dəfə Həzrət Ömər məsciddə cümə namazını qıldırdıqdan sonra xəlifə imiş, görür ki, bir qrup adam yerindən tərpənmir. Yaxınlaşır ki, nə üçün burada oturmuşsunuz? Deyir, biz burada oturub Allaha təvəkkül edirik və gözləyirik ki, Allah bizə ruzi yetirsin. Həzrət Ömər də Həzrət Ömərdir. Əlindəki asayla başının ortasına ilişdirir ki, sən heç gördünmü Allah Teala bir insana ruzi vermək istədiyində səmanı açsın, oradan qızılla gümüş endirsin. Məyər sən Cümə surəsinin son ayəsini oxumursanmı? Namazı qılıb qurtardıqdan sonra dünyaya ağlaşın ki, ruzimizi qazanasınız. Həzrət Ömər demək istəyirdi ki, ay bala, məscid sənin üçün yatan yer, tənbəlliyini göstərdiyin bir yer deyil, dərvişlik eləyəsən burada, uzanıb xoruldayasan. Məscid ibadət yeridir. Gəldin, namazını qıl, sonra get işlə. Və təəssüf ki, biz indiki dövrdə də məscidlərdə belə şeyin şahidi oluruq. Adamın işi gücü yoxdur, bütün günü gəlib məsciddə uzanıb xorulduyur. Bəli, Peyğəmbərin zamanında məscidlərdə insanlar yatırdılar. Amma kim yatırdı? O kəs ki, onun evi yox idi. O kəs ki, uzaqdan gəlmişdi, yatacağı yeri də mövcud deyildi. Amma insanın evi də var, gəlib məsciddə xorulduyur. Məsciddə yatır. Halbuki məscid nə yerdir? İbadət edilən yerdir. Məscid təmiz və gözəl olmalıdır ki, mən səcdəyə getdiyimdə
Mənə heç bir əlavə şey əngəl olmasın. Amma adam bütün günü orada uzanıb yatır. Bu nə deməkdir? Quran-ı Kərimi hələ də düzgün başa düşməmişik. Əgər bütün ümmət yatsaydı, səhabə yatsaydı, Həzrət Peyğəmbər haşa yatsaydı, biz indiki dövrdə bu qədər böyük coğrafiyaya İslamın yayıldığını şahid olmazdıq. Səhabə yatsaydı, 1 metr torpağa belə İslam yaymazdı. Nə yatırsan? Elə yatdığımız üçün geridə qalmışıq. Yəni, indiki dövrdə az yatasan, daha çox çalışasan. Və Həzrət Ömər çomağı ilə onları vurmuş və qovmuşdu. Çünki Həzrət Ömər Peyğəmbərin məktəbindən dərs almışdı. Quran-ı Kərim gözəl başa düşürdü və ona görə də çomağı ilə vurdu ki, rədd olun, gedin işləyin. Quran-ı Kərim bizə dünyaya və kainata baxışımızı necə olmağını öyrədir. Quran-ı Kərimdə deyilir ki, bütün kainat, yer, ulduzlar, ay, günəş, külək, yəni bütün təbiət hadisələri insanın ixtiyarına verilmişdir. İnsana ram edilmişdir. Ay nə üçün mövcuddur? Ən adi münasibətlərdən tutmuş ən mürəkkəb münasibətlərdir. Ən sadə şey. Hardasa azmısansa, aya görə yolunu təyin edə bilərsən. Daha mürəkkəb münasibətlərə, təzahürlərə baxaq. Ayın, deməli, okeanların, dənizlərin qabarıb çəkilməsində müəyyən rolu vardır. İnsanın daxilindəki mayenin onun xarakterinə təsir edib etməməyinə görə ayın insan üzərində təsiri vardır. Ramazan ayında daha az cinayətlərin edilməsi ilə bağlı araşdırma apardıqları zaman alimlər görmüşlər ki, ayın o yaxınlığı ilə əlaqədar olaraq insanın daxilindəki mayenin müəyyən formalarda yer dəyişməsi olur və bu da insanın xarakterinə təsir göstərir. Məsələn, bu əlavə bir mövzudur. Demək istədiyim budur ki, bildiyimiz və bilmədiyimiz faydalar var. Günəşin özünü götürək. Günəş olmasa yer üzündə həyat olarmı? Günəş enerjisi. Allah hamısını bizim üçün vermişdir. Küləyin özü, külək insanların ixtiyarına verilmiş bir şeydir. Küləkdən indiki dövrdə insanlar şikayətlənirlər ki, ay dağdır, belə eləyir, dağdar da, meşələr qırılanda dağdar. Hər yeri səhraya döndərdiniz, dağdar. Amma sistem, ekosistem normal olduğunda biz bunun əksinin şahidi oluruq. Külək heç də dağıdıcı olmur. Küləyi və yaxud çox faydalı şeylərə istiqamətləndirmək. Külək vasitəsilə enerjinin alınması və s. və laxır. Tarix boyu insanlar küləkdən dəyirmanların istifadəsi üçün istifadə etmirlər. Təbii ki, istifadə etmişlər. Bir sözlə, əziz xanımlar, Quran-ı Kərim bizim üçün yol göstərici təlimlər təqdim edir. Ümumi prinsiplərdən çıxış edir. Quran-ı Kərimdə əmirlər vardır, buyruqlar vardır, müəyyən tarixi hadisələrdən danışan ayələr vardır, cənnət və cəhənnəmdən danışan ayələr vardır. Biz hər bir ayəni özünə məxsus qaydada həyatımıza tətbiq etməliyik. Əmirlərdən danışan ayələrdəki əmirlərə riayət etməliyik. Namaz qılın, namaz qılmalıyıq. Oruç tutun, oruç tutmalıyıq. Qadağalarla bağlı ayələrə baxdığımızda qadağalardan çəkinməliyik. İnsanlara zülm etməyin, etməyəcəyik. Günah işləməyin, işləməyəcəyik. Allaha şərik qoşmayın, şərik qoşmayacağıq. Sonra cənnət və cəhənnəmdən bəhs edən ayələr vardır. Cənnətdən bəhs edən ayələrdən danışdığı zaman ağzımızın suyu axmayacaq. Əksinə, cənnəti qazanmaq üçün işlər görəcəyik. Cəhənnəmdən danışan ayələri oxuduğumuzda saçlarımız qalxıb qorxudan
tirtap yıxılmayacağıq. Əksinə elə edəcəyik ki, Allah qorusun, öldüyümüzdən sonra Allah bizi cəhənnəmə atmasın. Əməllərimizi çoxaldacağıq. Daha sonra Quran-ı Kərimdə əhvalatlar, qissələr vardır. Bir qissəni oxuduğumuzda qəribə suallar verməyəcəyik ki, İbrahim Peyğəmbərin yanına uçub gələn quşlar hansı növdən idi? Sonra Nuhun gəmisi hansı dağa toxunmuşdu? Daha sonra Fironun o qissəsində Firon hansı dənizdə boğulmuşdu, misal üçün? Və yaxud Ad və Səmud qövmləri harada yaşayıblar? Sonra Peyğəmbərin dəvəsi, Salih Peyğəmbərin o dəvə məsələsi var. O dəvənin boyu nə qədər idi? Quran-ı Kərimdəki əhvalatlar bu cür mətləbdən kənar sualları vermək üçün Allah Teala tərəfindən bizim diqqətimizə çatdırılmıyor. Qissələrə münasibətimizdə o qissələrdən dərs çıxarmaq əsas olacaqdır. Elə bir qissə yoxdur ki, o qissədə Allah bizə bir dərs öyrətməsin, bir öyüd nəsihət verməsin. Yəni, Salih Peyğəmbərin dəvəsi haqqında oxuyarkən çıxaracağımız dərs nədir? Əmanətə xəyanət edilməməlidir. Yəni, Quran-ı Kərim bizə bir əmanətdir. Əgər Quran-ı Kərimi bu əmanətə xəyanət edib onu oxumayacamsa, onu ildə ayda bir dəfə açacağamsa, təbii ki, bunun mənə heç bir faydası olmayacaq. Mən əmanətə xəyanət etmişəm. Və yaxud Fironun hadisəsində Firon cəsədi tapıldı, tapılmadı kimi məsələlərə girişməyəcəyəm. Əksinə bir düşünəcəyəm ki, nəyə görə hər şeyə qadir bir insan, var dövləti olan, hakimiyyəti, qılıncının sağı solu kəsən bir insan belə rəzil öldü. Bunun haqqında düşünəcəyəm. Yəni, dünyanın bizi aldatmamağı, hansı məqama çatırıqsa çataq, maddi təminatımız necə olursa olsun, dünyayı aldanmamaq, təkəbbür yiyəsi olmamaq barədə düşünəcəyik. Quran bizə bunu öyrətmək istəyir. Qurana münasibət elə, qissələrə münasibət elə bundan ibarət olmalıdır. Son olaraq, əziz xanımlar, xülasələşdirək ki, Allah kitabı ona görə göndərmişdir ki, həyatımıza nizam versin. Quran bizim həyat kitabımıza çevrilsin. Hər bir davranışımızda, ağzımızdan çıxan sözdə, fəaliyyətimizdə, keçmişə və gələcəyə baxışımızda Quranın xeyir-duası hiss olunsun. Həzrət Peyğəmbər haqqında deyiləndə ki, o gəzən bir Quran idi, əxlaqı onun Quran idi. Bizim haqqımızda da desinlər ki, bir canlı Qurandır bu. Əgər Quran-ı Kərim düzgün münasibət bəsləyə bilməsək, onu əsla həyatımıza tətbiq eləyə bilməyəcəyik. Quran müəyyən mərasimlərdə yada düşən, müəyyən məqsədlər üçün müfid formada istifadə olunan tabu kitabına çevriləcəkdir. Bir ruhaniyyətin, ruhanilərin orta əsrlərdə və yaxud ondan qabaqki dövrdə öz səlahiyyətləri daxilində saxladıqları satirik, mifik bir kitaba çevriləcəkdir. O kitab ki, artıq müəyyən qrup insan üçün lazımdır, digər insanlara fayda verə bilmir. Ona görə də Quran-ı Kərimi düzgün münasibət bəsləməli, Quran-ı Kərimi düzgün həyatımıza tətbiq etməli və beləliklə onun bərəkətinə tuş gəlməliyik. Bərəkəti ilə bərəkətlənməliyik. Allah Teala bizim hər birimizi Quran-ı Kərim əhlindən qılsın. İnşallah növbəti mühazirəmizdə Allaha çağırmada Quran-ı Kərimə münasibətimiz necə olmalıdır? Baxın, bu haqda danışacağıq.